Onlar hamısı, Allah onların hamısına uzun ömür, can sağlığı versin. Bir çox kuşbazlarımız hamısı yaxşı, səmimidir. Sən insanlıqları insan kimidir, kuşbazlıqları kuşbaz kimidir. Onları salamlayıram. Allah hər biriniz uzun ömür, can sağlığı versin. Qardaşlar, hər birinizə demək istəyir, buyurun. Allah Ruhin qardaşımızın canını sağ eləsin. Amin inşallah. Malına, mülkünə bərəkət versin. Çox gözəl, səmimi insandır. Heyvanlarda maşallah seleksiya edir, gözəldə nəticələri var. Superdə inşallah sezona əla nəticələr göstərər inşallah. Bəli, fəxrimizdir. Bugünkü gün hər bir yaxşı qardaşın qapısındakı yaxşı heyvan, bizim ona paxıllıq eləmərik. Əksinə biz o şeyə sevinirik. Bizdən o bizim qardaşımızın uğuru, yaxşı ürəyimiz istədiyi olan uğuru bizim uğurumuzdur. Ona xainlik eləmək yox, əksinə sevinmək lazımdır. Bu günlərim səndə yoxdur, o qardaşda var. Gedib ona paxıllıq, xainlik eləmək lazım deyil. Gedib yoxumdur, ged ondan bir cüt götür, onun heyvanından törət. Amma onun ayağından çəkmə, ona paxıllıq eləmə. Əziyyət çəkənlərin əziyyətlərinin bəhrəsini vermək lazımdır. Adını çəkmək lazımdır. Çünki ona əziyyət çəkən kişi ona illər, bu quş törətmək 5-10 gün işi deyil. İllərin nəticəsidir. Onu belə deyək, adını çəkib özünün fəxrisini yaşatmaq lazımdır. Hər bir əziyyət çəkən insanı. Kimliyindən asılı olmayaraq. Ona görə də bizə qısa və konkret kişi kimi quşbazlıq eləmək lazımdır. Bəli. Quşbazlıq bu ona görə kişi kimi yaşamaq. Bəli. Kameranın arxasında da Qazi Ceyhun qardaşımızdır. Hə, sağ olun, Allah canını sağ eləsin. Sağ ol, qaqa, sağ ol. Allah Bəli, mən də sənin lent alım. Fəxrimizsən. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hər birinin qarşısında baş əyirik. Analarının, ataların əllərindən öpürük. Allah bütün qazilərimizə də, veteranlarımıza da hər birinə can sağlığı versin. Hər biriniz fəxr yerimizsiniz, qürurumuzsunuz hər biriniz. Var olasınız qardaşlar. İnşallah. Qardaşımızın heyvanlarını da çəkək, videonu yekunlaşdıraq. Maşallah, maşallah. Allah xeyirli, bərəkətli eləsin qardaş. Bəli. Şükür Allah'ın bu gününə. Təkəbbürümüz yoxdur. Bəli qardaş. Yenə də maşallah olsun qardaş. Qapın həmişə xeyir işlər açılsın inşallah. Var ol qadanam.